Siyasi məhbus Abbas Lisaninin həyat yoldaşı Rüqəyyə Əlizadə Ərdəbil Kəşfiyyat Dairəsinə çağırılıb, bu barədə onun yaxınları məlumat yayıb. Məlumata görə avqustun 16-sında Kəşfiyyat İdarəsindən Əlizadəyə zəng edərək onun adı çəkilən quruma getməsi istənilib. Çağırış səbəbləri barədə açıqlama verilməyib. Qeyd edək ki, Abbas Lisani 2025-ci il noyabrın 11-də Tehranda evin həbsxanasının qarşısında aclıq eyləmi keçirən azərbaycanlı məhbus fəallara dəstək üçün oturaq eyləm keçirdiyi vaxt həbs edilib. Bu, ayın əvvəllərində isə Tehran İnqilab Məhkəməsinin 28-ci şöbəsi onu milli təhlükəsizliyi pozmaq məqsədi ilə qrup yaratmaq və ona rəhbərlik etmək və milli təhlükəsizliyə qarşı cinayət törətmək üçün toplaşmaq və əlbir olmaq ittihamları ilə ümumilikdə 15 il həbs cəzasına məhkum edib. 59 yaşlı Zəncanlı müəllim Cavad Səfəri 5 il azadlıqdan məhrum edilib. Bu barədə İnsan Haqları Təşkilatları məlumat yayıb. Məlumata görə yanvar etirazları zamanı həbs edilən müəllim rəhbəri təhqir etmək və gəncləri etiraza çağırmaqda ittiham olunub. Onun həbs zamanı və həbsxanada ağır döyüldüyü, vəkillə təmin olunmasına icazə verilmədiyi bildirilib. Əmir Məhəmməd Kərimi və Məhyar İftixari adlı tələbə hərəkatı fəalları Tehran Universitetindən qovulublar. Bu barədə tələbə hərəkatı fəalları məlumat yayıb. Məlumata görə onların qovulması barədə Universitetin İntizam Komitəsi qərar verib. Bu qərar adı çəkilən tələbələrin fevral ayında universitetdə keçirilən eyləmlər zamanı İran bayrağını yandırmalarına görə verilib. Qeyd edək ki, Əmir Məhəmməd Kərimi və Məhyar İftixari yanvar etirazları zamanı həbs edilən tələb və müəllimlərin azadlığa buraxılması tələbi ilə keçirilən eyləmdə İran bayrağını yandırmışdılar. Tehranın evin həbsxanasında saxlanan azərbaycanlı fəal Fatimə Atəşi Xiyavi sərbəst buraxılıb. Bu barədə İnsan Haqları Təşkilatları məlumat yayıb. Onun barəsində çıxarıldığı həbs müddətinin başa çatdığı üçün azad edildiyi bildirilib. Qeyd edək ki, Ərdəbil əyalətinin Xiyav şəhərindən olan Fatimə Atəşi 2024-cü ilin fevral ayının əvvəllərində təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib. Bir müddət sonra 800 milyon tümən girov müqabilində müvəqqəti azadlığa buraxıldıqdan sonra cəzasının icrası üçün 2025-ci ilin fevralın 23-də yenidən evin prokurorluğuna çağırılaraq həbs olunub və Tehranın evin həbsxanasına köçürülüb. Zəncan və Şiraz şəhərlərinin həbsxanalarında 3 məhbusun edam hökmü həyata keçirilib. Bu barədə İnsan Haqları Təşkilatları məlumat yayıb. Məhbusların adam öldürmək ittihamına görə asıldıqları bildirilib. Qeyd edək ki, İnsan Haqları Təşkilatlarının hesabatlarına görə cari ildə İranda 900-dən çox məhbus edam edilib. Onlardan 400-dən çoxunun kimliyi isə dəqiqləşdirilib. Xəbərlərimiz davam edir. İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqai Kanadanın ABŞ-nin İrana qarşı hərbi əməliyyatlarına dəstək verdiyini iddia edib. İranlı diplomat Kanadanın bu addımı nəticəsində ABŞ-nin ehtiyat komandasına çevrildiyini bildirib. Bəqai Kanadanın mövqeyini tənqid edərək Vaşinqtonun siyasətinə dəstəyin Tehrana qarşı hərbi əməliyyatlarda iştirak formasına çevrildiyini vurğulayıb. ABŞ əskərlərini qadın öldürsə, mükafat 2 qat olacaq. İran ordusunun baş komandanı Əmir Hatəmi ABŞ əskərlərini öldürən və ya əsir götürən şəxslər üçün $30.000 məbləğində mükafat müəyyən edildiyini açıqlayıb. Hatəmi bildirib ki, bu əməliyyat qadın tərəfindən həyata keçirilərsə, mükafatın məbləği 2 dəfə artırılacaq. O, mükafatın ödənilməsi qaydaları ilə bağlı əlavə məlumat verməyib və ordunun xalqın maliyyə təminatına dəstəyini elan etməsindən sonra bu mükafatları ödəyəcəyini deyib. Bu açıqlamalar ABŞ qüvvələrinin İran ərazisinə daxil olmağa hazırlaşdığına dair hər hansı əlamətin olmadığı bir vaxtda səsləndirilib. 40 günlük müharibə zamanı da İran ərazisində qəzaya uğrayan ABŞ döyüş təyyarəsinin pilotunun xilasetmə əməliyyatı ABŞ hərbçilərinin öldürülməsi və ya əsir götürülməsi olmadan həyata keçirilib. Bugün İran-İraq Kürdistan Regional Hökumətinin baş naziri Məsruz Bərzaninin ofisinə dronlarla hücum edib. Bu haqda İraq mediası məlumat yayıb.
Bununla yanaşı Ərbilin Pirman bölgəsindəki regional hökumətin təhlükəsizlik və mühafizə agentliyinin direktorunun iqamətgahı da hədəf alınıb. Hücumlar nəticəsində insan itkisi qeydə alınmayıb. Regional hökumətin baş naziri Məsrur Bərzani İranın bu hücumunu qorxaqcasına və qəbul edilməz adlandırıb. Biz bu hücumları və təcavüzləri ən sərt şəkildə pisləyirik və bu hücumları törədənlər onların nəticələrinə görə tam məsuliyyət daşıyırlar.